Qoç bürcü. Əziz Qoç bürcləri. 1 oktyabrdan sonra həyatınızda yeni bir mərhələ başlayır. Ətrafınızdakı insanlar sizin liderlik keyfiyyətlərinizə heyran qalacaq və dəstək verəcək. İndi öz məqsədlərinizə inamla sarılın və böyük addımlar atmaqdan çəkinməyin. Bu dövr sizin üçün həm zənginlik, həm də daxili xoşbəxtliyin gücləndiyi bir zaman olacaq. Enerjiniz və təşəbbüskarlığınız sizi irəli aparacaq və uzun zamandır arzuladığınız qapılar açılacaq. Bu dövrdə qarşılaşacağınız fürsətlər maddi və mənəvi sahədə böyük dönüşlər gətirəcək. Çətinliklərə qarşı göstərdiyiniz dözüm indi sizə böyük mükafatlar gətirəcək. İş və karyerada əhəmiyyətli təkliflər və ya yüksəlişlər ehtimal olunur. Əziz əkizlər bürcləri, həyatınızda yeni səhifələr açılacaq və uzun zamandır arzuladığınız fürsətlər qarşınıza çıxacaq. Sürətli düşüncə tərziniz və çevikliyiniz bu dövrdə sizin ən böyük üstünlüyünüz olacaq. İş sahəsində mühüm təkliflər və ya yüksəlişlər mümkündür. Bu da maddi rifahınızı gücləndirə bilər. Yeni layihələr və yaradıcı ideyalarla ətrafınızdakı insanları heyran qoyacaqsınız. Düşüncələrinizdə və hərəkətlərinizdə fokus olun, məqsədinizə doğru addım-addım irəliləyin. Sizin üçün kiçik görünən addımlar uzun müddət ərzində böyük nəticələr yaradacaq. Bu ay özünüzə və instinktlərinizə güvənin, çünki uğur yalnız cəsarətli və hazır olanların yanına gəlir. Əziz balıqlar bürcləri. Əgər öz işinizi qurmaq niyyətindəsinizsə, indi addım atmaq üçün ideal zamandır. Təcrübəli insanlarla ünsiyyət qurmaq, məsləhətlərini dinləmək sizə daha çox imkan və uğur gətirəcək. Duyğusal həyatınızda harmoniya artacaq, sevgi və anlayış münasibətlərinizi möhkəmləndirəcək. Özünüzə inamınızı qoruyun və cəsarətlə irəliləyin, çünki bu dövr sizin üçün dönüş nöqtəsi olacaq. Bu ay sizə həm maddi bolluq, həm də daxili xoşbəxtlik gətirəcək. Ez yaradıcılığınıza güvənin və ideyalarınızı həyata keçirməkdən çəkinməyin. Əziz şir bürcləri, 1 oktyabrdan etibarən həyatınızda böyük bir yüksəliş dövrü başlayır. Güclü iradəniz və liderlik bacarıqlarınız bu zaman daha da ön plana çıxacaq. İş və karyera sahəsində sizi parladacaq mühüm fürsətlər qapınızı döyə bilər. Maddi baxımdan bolluq və bərəkət enerjisi ətrafınızı bürüyəcək, uzun müddətdir gözlədiyiniz mükafatlara qovuşa bilərsiniz. Sosial çevrəniz genişlənəcək və ətrafınızdakı insanların sizə olan heyranı artacaq. Yaradıcılığınız və özünə inamınız sizi yeni layihələrdə uğura aparacaq. Hər yeni təcrübə sizi həm peşəkar, həm də şəxsi həyatda daha güclü edəcək. Bu ay səbr və əzmkarlığınızın nəticəsini görəcəyiniz bir dövr olacaq. Əziz əqrəb bürcləri, bu ay həyatınızda gözlənilməz dönüşlər, böyük maliyyə fürsətləri və şəxsi gücünüzün zirvəsi sizi gözləyir. Təcrübəli insanlarla tanış olun. Bu ay yatırımlarınızın və iş təşəbbüslərinizin nəticəsini çox tez görəcəksiniz. Hər çətinlik, hər maneə sizi daha da güclü edəcək və uğura aparan yolu açacaq. Unutmayın, hər addım düzgün qiymətləndirildikdə sizə mükafat gətirir. Bu ay qarşıya çıxan fürsətlərdən maksimum yararlanmaq üçün özünüzə və bacarıqlarınıza inanmalısınız. Həm peşəkar, həm də şəxsi həyatda özünüzə inam və daxili güc bu ay ən böyük silahınız olacaq. Həyatınıza daxil olacaq yeni bir şəxs və ya münasibət emosional tarazlığınızı gücləndirəcək. Əziz oxatanlar, 1 oktyabrdan sonra həyatınızda böyük dəyişikliklərin və müsbət dönüşlərin başlanğıcını görəcəksiniz. Macərapərəst ruhunuz və açıq düşüncəniz sizi yeni imkanlara aparacaq. Maddi baxımdan sizi sevindirəcək gözlənilməz gəlirlər və ya uğurlu investisiyalar mümkündür. Sosial çevrənizdə quracağınız yeni əlaqələr gələcəyinizə müsbət təsir göstərəcək və motivasiyanızı artıracaq. Səyahətlər və ya yeni layihələr sizin üçün yeni üfüqlər aça bilər. Əzminiz və optimizminiz sizi qarşıya qoyduğunuz bütün hədəflərə yaxınlaşdıracaq. Bu ay oxatanlar üçün həm zənginlik, həm də daxili xoşbəxtlik baxımından parlaq bir başlanğıc olacaq. Əziz qız bürcü nümayəndələri, bu ay sizin üçün fəal və məhsuldar dövr olacaq. İş həyatında diqqət və dəqiqlik qabiliyyətiniz sizi ön plana çıxaracaq. Özünüzü inkişaf etdirmək, yeni bacarıqlar öyrənmək və planlarınızı həyata keçirmək üçün ideal zamandır. Bu ay planlı və məqsədli hərəkət edin, ideyalarınızı həyata keçirin və qarşıya çıxan fürsətləri dəyərləndirməkdən çəkinməyin. Unutmayın, səbir və diqqət sizi hər zaman uğura aparır. Dostluq və ailə münasibətlərinizdə dəstəyi hiss edəcək və bu enerji sizə motivasiya verəcək. Böyük məqsədlərinizə doğru atacağınız addımlar artıq qarşılığını verməyə başlayacaq. Əziz dolça bürcləri, sizlərə uzun zamandır arzuladığınız dəyişikliklər özünü göstərəcək. Orijinal ideyalarınız və cəsarətli yanaşmanız sizi karyera və maliyyə sahəsində ön sıralara daşıyacaq. Özünüzə və planlarınıza sadiq qalaraq böyük nailiyyətlərə doğru irəliləyəcəksiniz. Bu ay dolçalar üçün həm zənginlik, həm də daxili xoşbəxtliklə dolu parlaq bir başlanğıc olacaq. Dost çevrənizdə və sosial həyatınızda yeni əlaqələr uğur qapılarını daha da geniş aça bilər. Bu dövrdə qəbul edəcəyiniz qərarlar gələcək illər üçün möhkəm bir zəmin yaradacaq. Gözlənilməz bir layihə və ya əməkdaşlıq sizə böyük qazanc və nüfuz gətirə bilər. İntuisiyanızın güclü olması riskləri düzgün qiymətləndirərək ən yaxşı yolu seçməyinizə kömək edəcək.